Очень вестибулярное расположение, не в дуге. КТ нужно делать. Все. Давай мы тогда левый сделаем, потом КТ сделаем, если что. Və sən onu sıxdıqca hiss edirsən, o diş hərəkət eləmək. Görürsən ki, əgər nəsə getmirsə, dayanırsan, İşləyəndə də postoyanно xəstənin gözünə baxmalısan. Əgər xəstədə ağrı olursa, gözünü qırıb. Sən ona reaksiya ver. Xəstəni heç vaxt boş tutmaq olmaz. Əlbəttə sən ora qoyanda fiksasiyası moşun olmalıdır. Amma çox sıxmalı deyilsən. Çox sıxsan, o partladarsan dişin qapalı, taç hissəsini. Sonra onu çıxarmasa da, не бойся, на звуки не реагируй. Və hər dəfə işləyəndə çalış hər işlədiyin şeyi xəstə ilə də yavaş-yavaş belə sağ-sol eləməlisən. İlk dəfədir Raul ilə diş çəkirik bir yerdə. Bəzi məsləhətləri verirəm verməyinə, amma pis deyil. İndi bax, bunu sən tutmuşsan, bu hərəkətdə olmalıdır. Başa düşdün, bax bu hərəkət. Və Durnanın sevdiyi o səs. Başa düşdün, bax bu hərəkət olmalıdır. Böyle bir dənə də əks tərəfə. Reklamlaştırıcı dikiş. Ближайший шов. Vəssalam.